Hər kəsə salamlar. Bugünkü dərsimizdə Pythonda şərt operatorlarını öyrənəcəyik. Bunlara if, elif, else və iç-içə if dediyimiz nested if strukturları da daxildir. Bunlardan istifadə edərək şərtli məntiq qurmağı öyrənəcəyik. Pythonda bu operatorlar çox vacibdir. Çünki proqramlaşdırmada verilənlərə əsaslanaraq müxtəlif əməliyyatları həyata keçirmək və qərar qəbul etmək üçün bu şərt operatorlarından istifadə olunur. Çünki if strukturu proqramlaşdırmada qərar verən mexanizmdir. Yəni təsəvvür edin ki, siz hər gün minlərlə kiçik qərarlar verirsiniz. Bunlara məsələn, əgər yağış yağırsa çətir götürəcəm. Əgər saatım artıq 8-i keçibsə, deməli məktəbə tələsməliyəm. Bu formada biz beynimizdə minlərlə if strukturlu şərt operatorlarından ibarət qərarlar qəbul edirik. Və kompüterin beyni yoxdur. Yəni kompüterin nə edəcəyini biz deyirik ki, əgər bu olarsa bunu et. Bu zamanda şərt operatorlarından istifadə edirik. İlk öncə if-dən başlayaq o zaman. If şərti tərcüməsi də əgər deməkdir, yəni bir növ. Müəyyən bir şərt doğru olduqda kodun həmin hissəsini işə salmağa imkan verir. Bu proqramın müəyyən bir məntiq qurmasına imkan verir. Yəni mən burada if-dən sonra bir şərt daxil edirəm. Bu şərti mötərizə daxilində də yaza bilərəm. Sadəcə mötərizə olmadan da yaza bilərəm. Python hər ikisini qəbul edir. Sadəcə if-in tək istəyi odur ki, if-dən sonra yalnızca true olsun. Yəni yazdığımız bütün şərtlər true-nu ödəsin. Mən burada ilk nümunə üçün true yazıram. Və daha sonra şərtimi bitirdikdən sonra qoşa nöqtə qoyuram, enteri basıram. Gördüyünüz kimi burada bizim bir kiçik abzasımız var. Bu bir tab boşluğu olur. Bu artıq deməkdir ki, hamısında bu formada gedir. Çünki bu if-in kod bloku olur. Əgər C, C++ kimi dillərlə tanışsınızsa, onlarda bu curly bracketlərdən istifadə olunur. Hansı ki, bütün şərtlər, əməliyyatlar bu bracketlərin daxilində yazılır. Amma Python bunlardan istifadə etmir. Python deyir ki, sən sadəcə enter bas, mən sənin kod blokunu yaradacağam. Və biz bütün şərtlərimizi bu kod blok daxilində yazmalıyıq. Çünki bu artıq həmin if-ə daxildir. Və burada mən print salam deyirəm. Bu şərtim avtomatik true olduğu üçün if gəlir görür truedur və deyir ki, aha, tamam, düzgündürsə mən sənin istədiyin əməliyyatı yerinə yetirirəm. Daxil olur kod blokuna. Burada nə yazmışıqsa onu da run edir. Gördüyünüz kimi yazdığımız printi run elədi. Amma məhz mən printi burada yazsaydım necə olardı? Bu zaman görürük ki, mən if-ə şərt vermişəm. Qoşa nöqtəmi də qoymuşam. Demişəm ki, mən sənə indi kod blokunda əməliyyat yazacağam. Amma götürüb boşluğu silirəm, buradan yazıram. Bu zaman error verəcək mənə. Çünki deyir ki, artıq sən if yazmısan və onu yarımçıq qoymuşsan. Bunun üçün tab boşluğu qoymalıyıq. Başqa bir nümunə üzərindən gedək. Məsələn, adi səs vermə olsun. Ölkəmizdə səs vermədə iştirak etmək üçün gərək namizədin yaşı 18-dən çox olsun. Bizim yaş dəyərimiz var, hansı ki biz buna 20 yazırıq və daha sonra if şərti ilə yoxlamaq istəyirik ki, sənin yaşın 18-dən böyükdürmü ya da ona 18-ə bərabərdirmi deyə. Bu zaman şərti necə qururuq? Əvvəlcə deyirik ki, yaşımız böyük bərabərdirmi 18. Yəni burada şərtimizi qurduq və yazdıq. Və daha sonra şərti bitirdikdən sonra qoşa nöqtə qoyuruq, yenidən enteri basırıq və istədiyimiz əməliyyatı yazırıq. Mən printə vermək istəyirəm ki, desin ki, səs verə bilərsiniz. Və daha sonra bağlayıram. Enter basıram. Mən bir neçə if də yaza bilərəm burada. Hansı ki, ikinci bir if yazmaq istəyirəm. Əgər yaş 18-dən kiçikdirsə, desin ki, səs verə bilmərsiniz. Yenidən şərtimi yazdım. Artıq burada deyirəm ki, yaş 18-dən kiçikdir və enteri bastım və burada da çap eləsin ki, siz
Səs verə bilmərsiniz. Səs verə bilməzsiniz. Artıq burada mən 2 dənə if yazdım. Bu 2 ifimiz bir-birindən bağlılığı yoxdur. Yəni hər biri ayrı-ayrılıqda run olunacaq. Run etsək görək ki, ilk hissəmiz düzgün oldu. Yəni bu şərtimiz ödəndi deyə bizdə bu true olduğu üçün bunu run etdi. Amma bunun üçün də məsələn mən bunu 17 etsəm, artıq ikinci şərtim true olacaq və bu zaman bu run olunacaq. Mən burada 18-dən bərabərdir də deyə bilərdim və bunu 18 yazsaq necə olacaq? Gördüyünüz kimi hər ikisi run olundu. Çünki mən burada Python gəlir, ilk ifə baxır. Görür ki, 18 18-dən böyük bərabərdir. Deməli, bu truedur. Və girir kod bloka, bunu run edir və ilk ifin kod bloku bitir və çıxdı, gəldi bura. Görür, yenidən ikinci bir ifim var. Yenidən ona daxil olur və yenidən şərti yoxlayır. Artıq burada yenə görür ki, 18 kiçik bərabərdə 18 şərtini ödəyir və yenidən kod bloka daxil olur, onu run edir. Və beləcə 2 şərtimiz də ödəndiyi üçün run olunur. Bəs biz belə hər dəfəsində 2-3 şərtimiz olanda ard-arda bir neçə if mi yazmalıyıq? Təbii ki, yox. Bunun digər bir şərt operatoru elif dediyimiz var. Else if, yəni və ya dediyimiz. Amma ondan qabaq else-i göstərmək istəyirəm sizə. Deməli, okey, tamam. Biz dedik ki, yaşımız 18-dən böyük bərabərdir, səs verə bilərsiniz. Bir də dedik ki, 18-dən kiçikdir, səs verə bilmərsiniz. Bəs mən bu şərti yazmalıyam mı? Çünki əgər bizim 2 halımız varsa və birini yoxlayırıq, 18-dən böyükdür, bərabərdir. Deməli, əgər 18-dən böyük bərabər deyilsə, 18-dən kiçik olur avtomatik. Yəni ikinci bir şərt yazmağımıza ehtiyac qalmır. Bu səbəbdən else-dən istifadə edirik. Bunu silək. Mən artıq bura else deyirəm. Yəni ən son olaraq, ən sonda if şərti doğru olmadığı halda yerinə yetiriləcəyim əməliyyatım budur. Burada default halı yoxladığıma görə şərt yazmağıma ehtiyac yoxdur. Yəni çünki mən birini yoxlamışam. Əgər bu düzgün deyilsə, zaten mənim bir halım qalır və o da düzgün olmalıdır. Bu səbəbdən şərt yazılmır. Yəni Python deyir ki, sənə yormuram səni, yazmacinan şərti və avtomatik istədiyin əməliyyatı qeyd edəcəksən. Mən artıq burada deyirəm ki, print səs verə bilmərsiniz. Yəni bu biraz əvvəlki bilməzsiniz. Biraz əvvəlki 2 dənə if yazmışdıq. Eyni funksiyanı yerinə yetirir, sadəcə onun daha asan və daha düzgün versiyasıdır. Yəni gördüyünüz kimi yaşımız 18-dən böyük bərabər olduğuna görə ikincisini yoxladı. Mən burada 17 desəm, bu zaman gəlir bunu yoxlayır. Bu mənə false verir. Bunun kod blokuna girmir və gəlir else, ən sonda da bunu yoxlayır. Yəni yoxlamır daha doğrusu. Yəni else-də şərt vermədiyimizə görə ondan yuxarıda yazdığımız şərtlər əgər düzgün deyilsə, avtomatik else-in kod blokuna daxil olur və orada yazdığımız əməliyyatları yerinə yetirir. Bəs mənim 2 deyil də 2-dən çox şərtim olsa necə olar? O zaman elifdən istifadə edirik. Elif else if deməkdir. Və ya yəni mən burada deyirəm ki, yaşın 3 versiyasını yoxlamaq istəyirəm. 18-dən böyükdür və yaxud da 18-ə bərabərdir halını yoxlamaq istəyirəm. Bu zaman necə eləyim? Bu zaman elif deyirəm. Elif. Artıq burada şərt yazmalıyam. Yaşım 18-ə bərabərdirmi yoxlamaq istəyirəm.
Gördüyünüz kimi burada 2 bərabərdir operatorundan istifadə elədim. Amma burada bir dənədir. Fərqləri nədir? Birinci yazdığımız bir dənə bərabərlik olan mənimsətmə operatorudur. Yəni mən burada yaş dəyişəninə deyirəm ki, sənin dəyərin 17-dir və onu mənimsədirəm. Amma burada isə bərabərliyi yoxlayıram. Yəni burada artıq deyirəm ki, sən 18-ə bərabərsənmi? Və şərti yazdıqdan sonra enter basıram. İkinci run etmək istədiyim şey qeyd edirəm. Məsələn, yaşınız 18-dir deyək. Bu zaman artıq alqoritm necə olur? Bizim dəyərimiz var. Gəlir ilk if-dən başlayır. Əgər bu true-dursa, onun avtomatik kod blokuna daxil olur və həmin əməliyyatı yerinə yetirir. Bu şərt kod bloku bitir. Yəni əgər yuxarıdakı iflərdən hansısa birini daxil olubsa, o şərt operatorları artıq yoxlanılmır ondan sonrakılar. Bu false olduğuna görə 17-18-dən kiçikdir deyə ikincisinə gəlir. Artıq burada 17-18-ə bərabərdirmi deyə yoxlayır. Bu da əgər true-dursa buna daxil olur. Yox, əgər bu da false-dursa, artıq ən sonda bizim bir halımız qalır, hansı ki 18-dən kiçikdir halı və avtomatik şərt falan yoxlamır. Bunu qeyd eləyir. Bu əməliyyatları yerinə yetirir. Burada elif digər şərti yoxlayır. Else isə bütün şərtlər yanlışdırsa işə düşür. Yəni arasındakı fərq budur. Başqa bir nümunə üzərindən gedək. Biz collection data type'lar keçmişdik. Hansı ki list, tuple, set, dictionary. Onlar üzərindən də if əməliyyatları yerinə yetirə bilərik. Məsələn, bizim bir listimiz var. List 1 deyək və onun daxilində bir neçə dənə biz simvol var, item var və biz yoxlamaq istəyirik ki, mənim axtardığım simvol onun daxilində yerləşirmi? Bu zaman necə olur? Bu zaman deyirik ki, if mənim axtarmaq istədiyim ifadəm nədir? Məsələn, mən A-nı axtarmaq istəyirəm. In deyirəm, çünki mən içində axtarıram da. Burada in operatorundan istifadə olunur. Hansı ki, in operatoru A elementinin siyahıda olub-olmadığını yoxlayır. Burada listimin adını yazıram, list 1 və şərtim bitir. Və daha sonra enter basıram və print eləsin. Məsələn, vardır desin məsələn mənə. Və daha sonra mənim burada 2 şərtim var. Hansı ki demişdik ki, ya A elementi listin daxilində var, ya da yoxdur. İlk yoxlayır ki, varmı deyə. Əgər false verirsə, deməli yoxdur. Bu zaman yenidən şərt yazmağıma ehtiyac yoxdur. Else yazıram və enter qoyuram. Hansı ki olmadığı ehtimalda mənə verməsini istədiyim əməliyyatı qeyd edirəm. Mən yoxdur yazıram və run edirəm. Həmçinin vergül unutmuşam. Vardır deyir. Çünki burada A var. Bəs mən başqa bir şey qeyd etsəydim, AB desəydim necə olardı? Yoxdur deyir. Burada necə olur? Listimizin hər bir elementini bir-bir yoxlayır. Əgər hansısa biri burada axtardığımız elementə bərabərdirsə, bunu true qəbul edir və onun kod blokundakı əməliyyatı yerinə yetirir. Bir digər operatorumuz isə not indir, hansı ki inin tərsi. In içində deməkdir, o true verirsə, not onu avtomatik tərsinə çevirir, false-a çevirir. Gördüyünüz kimi AB dediyimizdə bizə yoxdur verirdi, indi isə vardır verəcək. Yəni, çünki inin tərsini eləyir bir növ, not in. Bir digər ifadə isə bizim ternary operator dediyimiz bir ifadə var. Burada qeyd edirəm.
Bəzən bizdə sadə if else şərtləri olur. Onları belə uzun-uzadı yazmaq istəmirik. Kodumuz daha qısa olsun istəyirik. Bu zaman tək bir sətirdə yazmağa imkan verir. Yəni əgər şərt doğru olarsa bir əməliyyat, əks halda başqa bir əməliyyat yerinə yetirilir məsələn. Hər biri üçün birər nümunə göstərəcəm. Məsələn, ilk adi if-dən başlayaq. If şərtimi yazıram ki, məsələn 16 böyükdür 12-dən. Qoşa nöqtəmi qoyuram. Artıq burada enteri basmıram. Print məsələn A desin. Şərtimi yazıram. Yəni burada enter yazmasam da artıq Python bunu true düzgün qəbul edir. Bu şərtim true ödədiyi üçün avtomatik yazdığım əməliyyatı yerinə yetirir. Bəs false olsaydı necə olardı? Məsələn, burada kiçikdir yazsaydım, bu zaman mənə heç nə qaytarmayacaqdı. Yəni, çünki mən burada artıq ikinci bir şərt verməmişəm. Bəs if else şərtləri necə yazılır? Bu zaman bunun biraz tərsi olur. Burada artıq if zamanı yerinə yetirəcəyimiz əməliyyatı qeyd edirik. Məsələn, deyirik ki, print düzgün, məsələn, şərtimiz düzgündürsə bunu qeyd etsin. Və əməliyyatımızı yazdıq, etmək istədiyimiz əməliyyatı. Daha sonrasında if şərtimizi yazırıq. Məsələn, deyirik ki, buradan bir dəyər yaradaq, hansı ki, yaş əvəz edək 20-yə. Deyirik ki, yaş böyükdür, bərabərdir 18 və artıq qoşa nöqtə qoyulmuq. Çünki biz onun şərtini burada yazmışıq. Keçirik else şərt operatoruna. Else-də bildiyiniz kimi heç bir şərt yazmırdıq. Else-in qarşısında isə else zamanı onun üçün yazmaq istədiyimiz əməliyyatı qeyd edirik. Məsələn, yanlış. Gördüyünüz kimi bir var bu formada uzun bir şey yazaq və burada isə onu tək bir sətirdə yazdıq. Bu təbii ki, daha mürəkkəb şərtlərdə çox da alternativ bir yol olmur. Amma qısa şərtlərdə daha ən azından oxunaqlı və daha qısa sürətli bir yoldur. Burada isə artıq bizim gəlirik burada şərtimizi yoxlayırıq. Yaşımız 20-dir, yəni 18-dən böyükdür şərtini ödədiyi üçün avtomatik bu ifadəmiz run olunur. Əgər səhv olarsa isə buna. Yəni bir növ şərtimizi burada yazırıq. Etmək istədiyimiz əməliyyatlara uyğun olaraq if-in solunda, digərini isə sağında qeyd edirik. Yaşımız 18-dən böyük olduğuna görə bizə düzgün qaytardı. Yaşımızı 17 desək, bu zaman else edəcəkdir. Bəs eliflə necə yaza bilərik bunu? Onun da bir yolu var. Bunun üçün artıq biz başqa bir şeydən istifadə edirik. Elif istifadə etmirik burada artıq. Məsələn, biz artıq burada qeyd edirik ikinci if-imizi. Məsələn, burada yazırıq ki, yenidən if qeyd edirik. Deyirik ki, yaş buradan bərabərlik istək. Bərabərdir 18-ə. Və şərtimizi yenidən if-in solunda yazırıq. Print yaş bərabərdir 18 deyək. Və yenidən else qeyd edirik. Və ən sonda else default olaraq yazmaq istədiyimiz dəyəri qeyd edirik.
Print. Burada alqoritma necədir? İlk öncə ilk ifimizi yazırıq və şərtlər, ifin şərtləri daima onun solunda olur, yəni əvvəlində. Onun şərtini burada qeyd edirik. Daha sonra əgər bu deyilsə, else yəni keç digərinə. Burada artıq ikinci ifimizdir. Bu bizim. İkinci ifimiz budur. Hansı ki eliflə yazdığımız. Burada isə artıq yaşımızı yoxlayır. Və daha sonra bizim elifimizi yoxladıqdan sonra biz sonda bir else də yazırıq. Və deyir ki, ən sondakı else hansı ki bunu çap elə. Üçüncü halımızda, yəni bütün şərtlər ödənmədikdə. Bundan sonra da yenidən bir if yazıb davam etdirə bilərik. Yəni eyni şeydir. Yaşımız 17-dir. Bu şərti yoxlayır. 18-dən böyük deyil, pas keçir, else deyərək. Sonra gəlir bu şərti yoxlayır. Yenidən 18-ə bərabər olmadığı üçün bunu verir ən sonda. Bəs 18 desək bizə nə verəcək? 18-ə bərabərdir verdi. Biz buna ternary operator deyirik. Bunun üçün ternary operatorla bir neçə şərti qısa şəkildə yoxlaya bilirik. Digər bir danışmaq istədiyimiz mövzu nested if, hansı ki iç-içə if dediklərimizdir. Məsələn, biz deyirik ki, işə götürərkən məsələn yoxlayırlar ki, ən önəmlisi yaşınız 18-dən böyükdürmü? Aha, tamam, yaşınız 18-dən böyükdür. Daha sonra ikinci bir şərt yoxlayırlar, təcrübəniz. Yaşı 18-dən böyük, təcrübəsi məsələn 5 ildən çoxdursa bu vəzifə, 5 ildən kiçikdirsə bu vəzifə. Yəni şərtlərimiz uzana gedir. Bunlar iç-içə iflər gedir. Nested if dediyimiz if şərtinin içində başqa bir if şərtinin yerləşdirilməsidir. Bu daha mürəkkəb məntiqi qurmağa imkan verir. Bir nümunə yazaq. Məsələn, deyək ki, user type bərabərdir admin deyək və passwordumuz var. 4-5 deyək. Biz artıq burada iç-içə if yazmalıyıq. Burada iç-içə if nə üçün yazılır? İlk öncə user type-ını soruşacaq. Məsələn, deyəcək ki, if user bərabərdirsə adminə şərtimizi qoyuruq ki, aha, onun admindirsə, ondan passwordu istə. Admin deyilsə, pass get məsələn deyə bilərik. Məsələn, biz artıq burada adminə bərabərdir deyirik. O səbəbdən soruşuruq ki, yenidən password məsələn bərabərdir 1, 2, 3, 4, 5, 6 deyək artıq burada. Məsələn, burada bizim passwordumuz budur. Amma userdəki budur. Biz artıq onun doğruluğunu yoxlamaq istəyirik. Və artıq burada deyirik ki, print məsələn, xoş gəldiniz, sistemə daxil oldunuz deyirik. Burada artıq özünüzdən asılıdır. Else-də yaza bilərsiniz, elifdə yaza bilərsiniz, şərtləri uzadaraq. Məsələn, burada passwordun 2 halı var. Ya password düzgündür, ya da password səhvdir. Mən burada ona görə else yazıram və qoşa nöqtə qoyuram. Print xəta desin. Xəta. Aha, mənim deməli ilk şərtim bitdi. Yəni user-ın type admindirsə, artıq mənim onun passwordunu yoxlamaqdan başqa bir case-im yoxdur burada. Və daha sonra bunun false halı üçün nə olsun istəyirəm? O zaman else deyirəm. Hansı ki admin deyilsə desin ki admin deyilsiniz.
Bu iç-içə if deyirik. Məsələn, bizim user admindir. Bu true olur. Və daha sonra gəlir, password yoxlayır. Passwordda mən burada 6-ya qədər yazmışam, burada isə 5-ə qədərdir. Bu false olduğu üçün artıq bu kod bloka daxil olmur. Bunu print edir və daha sonra e, əməliyyatı bitirir. Mən bunu 6 etsəm, artıq məndən xoş gəldiniz deyəcək. Çünki həm user type'ım, həm də passwordum düzgün oldu. Bəs mən admin deyil də user etsəm, bu zaman daha ilk if-də mənim şərtim düzgün ödəmədiyi üçün artıq bunu mənə çap etdi. Yəni dediyimiz kimi nested if hansı ki iç-içə iflərdən bir çox case'lərdə istifadə edə bilərsiniz. Bunun daxilindəki iflərin sayını da istədiyiniz qədər artıra bilərsiniz. Yəni burada sizə heç bir limit qoyulmayıb ki, bu qədər ifdən istifadə etməlisiniz deyə. Yəni bu sizdən və həll etmək istədiyiniz probleminizdən asılıdır. Digərləri and or not operatorlarımız var. Hansı ki, onları if şərtlərində də istifadə edə bilərik. Məsələn, mən yoxlamaq istəyirəm ki, məsələn, HR kimi işləyirəm bir şirkətdə və filtr vermək istəyirəm ki, yaşı 18-dən böyük və iş təcrübəsi 2 ildən çox olan şəxslərin CV-sini görüm. Bu zaman bizim 2 dəyərimiz var, hansı ki, staj deyək, buna 3 yazırıq və yaş deyək, buna da 17 yazaq. 17 biraz qəribə olacaq, biz 20 yazaq. Və daha sonra if şərti qoymaq istəyirəm. Hansı ki, mən artıq burada 2 şərtimi yoxlamalıyam. Mən demişəm ki, stajı, yəni daha doğrusu şirkət məndən istəyir ki, təcrübəsi, yəni stajı 2-dən çox olsun. Və dediyi üçün burada and yazıram. Yaşı 20-dən, yəni daha doğrusu yaşı 18-dən böyük olsun. Yaşı da böyükdür deyirəm 18 və qoşa nöqtə qoyuram. Mən artıq burada 2 şərt yoxlayıram. Deyirəm ki, ilk öncə bunu yoxla və daha sonra bunu yoxla. Və hər ikisi mənə true-dursa, düzgün qəbul et və mənə o namizədlərin CV-sini ver. Məsələn, burada deyirəm ki, axtardığınız əməkdaş. Və burada uzada bilərəm. İstəsəniz iç-içə iflər də yazarsınız. Fərqi yoxdur. Mən else yazıram avtomatik. Else print etsin. Tapılmadı. Artıq bu necə olacaq? 3 2-dən böyükdür, 20 18-dən böyükdür və axtardığınız əməkdaş çıxacaq. Bəs mən bunun birin 2 etsəm stajımı necə olacaq? Bu artıq bu şərtim ödənmir. And-in məntiqi oydu ki, mən orada nə qədər ifadə yazsam da, yəni bunu bura qədər uzada bilərdim. Yəni istəsəniz 100 dənə yazın, 100 dənə şərt yazın. And varsa hamısı true olmalıdır. Yəni işlərindən biri hansısa biri false olarsa, artıq and sənə false qaytarır və deyir ki, sənin şərtin düzgün deyil. Bu səbəbdən artıq mənə tapılmadı deyəcək. Ya bunu 18 edib bunu istəyirsən 10 qeyd elə. Yenə də sənin şərtini ödəmir deyə sənə tapılmadı deyəcək. Bəs biz bunu and deyil də or etsək, or və ya deməkdir. Yəni burada 100 dənə şərt yazırsınız, hamısı səhvdir, amma işlərindən biri true-dursa, sizə yəni bir qaytarırsa, or deyir ki, aha, mənim true'm var, mənim birim var və mən sənə true deyirəm. Düz deyirəm. Yəni burada şərtimiz odur ki, ya yaşı 18-dən böyük olsun,
Ya da stajı çox olsun 2-dən. Bu artıq mənə axtardığınız əməkdaş deyəcək. Çünki mənim staj ifadəm true qaytarır, 12-dən böyükdür. Hansı ki, yaş 18-dən böyükdür ifadəsini true qaytarmır, false qaytarır. Eee, Bu dərsimizdə if, elif, as, nested if, in, not in, or, and operatorlarından danışdıq. Həmçində ternary operatorun nə olduğunu öyrəndik. Pythonda şərtli əməliyyatlar proqramlarda şərtlərə əsaslanaraq qərar qəbul etməyi asanlaşdırır. Bu anlayışlar Pythonda şərtli əməliyyatlar və məntiqi düşünmə bacarığını inkişaf etdirmək üçün çox faydalıdır. Bugünkü dərsimiz bu qədər.